Prezident İlham Əliyevin tapşırığına əsasən İrana 3-cü dəfə humanitar yardım göndərilib. Qeyd edək ki, İranın prezidenti Məsud Pezeşkiyan 2 gün əvvəl Prezident İlham Əliyevə zəng edərək Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Bundan başqa o sosial şəbəkə hesabında da paylaşım edərək təşəkkürünü ifadə edib. Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım səhər saatlarında Bakıdan yola salınıb. Yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkiyan arasında baş tutan telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri və 3 ton isə tibbi ləvazimatlardır. Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilib. İrana yola salınan bu dəfəki humanitar yardıma ümumi çəkisi 200 ton olmaqla 10 yük avtomobili göndərilir. Yüklərin içərisində isə müxtəlif dərman vasitələri, tibbi ləvazimatlar və ərzaq məhsulları daxildir. Yola salmada iştirak edən İranın Azərbaycandakı səfiri Müştəba Dəmirçuli göndərilən humanitar yardıma görə növbəti dəfə Azərbaycana təşəkkürünü bildirib. Səfir Azərbaycandan İrana artıq 3-cü dəfə yola salınan humanitar yardım karvanını iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirib. Bu karvan nə fəqət bir yardımdır, bəlkə bir karvandır ki, Azərbaycan xalqı və Azərbaycan hökumətinin həmrəyliyini və mənəvi dəstəyini İranlılara çatdırır. Qeyd edək ki, bundan əvvəlki Azərbaycandan İrana göndərilən humanitar yardım martın 18-də yola salınıb. Humanitar yardımın tərkibində 76 tona yaxın qida məhsulları, 4 ton dərman vasitələri, 2 tonsa tibbi ləvazimatlar olub. Ümumi olaraq 10 maşından ibarət karvanda, humanitar yardımda 200 ton həcmində müxtəlif qida məhsulları, dərman preparatları və tibbi ləvazimatlar yer almaqdadır. Göndərilən növbəti humanitar yardımın müşahidə olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Nazirlər Kabineti aparatının, Xarici İşlər Nazirliyinin və Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.